Salam, hər vaxtınız xeyir. Bildiyimiz kimi MİQ 2026-cı ilin çərçivə sənədi çıxıbdır. Hər kəs üçün xeyirli, uğurlu olsun. Gəlin birlikdə baxaq hansı mövzular əlavə olunub, hansı mövzular isə proqramdan çıxarılıbsa. Bu illəri əslində çərçivə sənədi çox tez çıxıb, oktyabr ayında. Həmişə dekabrın axırı, yanvar ayında çıxırdı. Yəni müəyyən dəyişikliklər olduğu üçün yəqin ki, çərçivə sənədini tez çıxarıblar. Deməli, metodiki səriştəlik üzrə 10 dənə sual, pedaqoji səriştəlik üzrə də 10 dənə sual bizim qarşımızda çıxacaq imtahanda, MİQ imtahanında. Deməli, mövzulara baxaq. Hansı mövzular verilib burada? Təlim prosesində inteqrasiyanı təmin edən fəaliyyətlər, həyatla əlaqəli tapşırıqlar, fəndaxili, fənlərarası və fənüstü inteqrasiya. Bu mövzu var idi. Sadəcə bizim birinci mövzumuz olan kurikulum nədir, təhsil qanunu, fən kurikulumuna aid olan terminlərin təsviri, dövlət standartları, artıq bu kimi mövzuları biz proqramda görmürük. Yəqin ki, bu mövzular artıq çıxarılıb. Amma inteqrasiya müəyyən dəyişikliklərlə o mövzu bizim qarşımızda, kitabımızda, yeni kitabımızda olacaq. Sonra gəlir 21-ci əsrin kompetensiyaları və təlimdə formalaşdırılması. Bu mövzu var idi. Ondan sonra təfəkkürün növləri var idi, metaqognitiv bacarıqlar var idi. Bilik və fəaliyyət növləri var idi. Bloom'un idrak taksonomiyası var idi. Amma görürsünüz ki, proqramda burada təkcə Bloom'un idrak taksonomiyası verilib. Emosional taksonomiya, psixomotor taksonomiya artıq proqramdan çıxarılıb. Əslində çıxarmaları da düz oldu. Çünki imtahanda biz bilirdik ki, ancaq Bloom'un idrak taksonomiyasından 3-4 dənə sual imtahanda hər il ondan düşür. O biri taksonomiyalardan o qədər də sual axırıncı illərdə, yəni o emosional, psixomotor taksonomiyadan sual düşməmişdi. Həmçinin də təhsil qanunundan, o birisi dövlət standartlarından artıq sual düşmürdü. Ona görə yəqin onları çıxardıblar. Bildiyimiz kimi artıq daha çox situasiya tipli, məntiq tələb edən suallar imtahanda daha çox qarşımıza çıxır. Sonra səriştə əsaslı tapşırıqların hazırlanması, Norman Webb dərin bilik səviyyələri nəzəriyyəsi. Bu artıq yenilikdir, yəni yeni bir nəzəriyyədir. Bu yox idi proqramda. Sonra təlimin form və modelləri var idi. Təlim strategiyaları, yəni iş üsulları bunlar var idi. Sadəcə iş üsullarında burada yeni bir iş üsulu görürəm. SWOT analizi. Bu yeni əlavə olunmuş bir iş üsuludur. Bu yox idi. İllik və gündəlik planlaşdırma var idi. Şagird yönümlü təlimin təşkili var. Müəllimi fasilitasiya bacarığı var idi. Fərdiləşdirilmiş təlim. Burada inklüziv və diferensial yanaşma onsuz da bizim proqramımızda var idi. Sadəcə fərdiləşdirilmiş təlim. Bu ikisini bir yerdə verib. Bu bir yeni mövzudur. Yəni yeni tərzdə bizim qarşımıza çıxacaq. Öyrənmə tərzləri var idi. Sonra təlimdə rəqəmsal vasitələr və süni intellekt. Kahoot-dur, Quizdir, ChatGPT-dir, Canva-dır və s. proqramlar. Bu mövzunun əlavə olunması əslində çox yaxşı bir şeydir. Çünki bu təlimlərdə olmuşam mən, rəqəmsal və süni intellektlə bağlı olanlar. İşləyən müəllimlər üçün həqiqətən də bu platformalar, bu proqramlar müəllimlərin köməyinə çox çatır. Testlərin hazırlanmasında, summativlərin hazırlanmasında, hazır slaydların hazırlanmasında həqiqətən müəllimləri çox köməklik göstərir. Ona görə bu mövzunun olması məni sevindirdi. Yəni çətin deyil, əksinə daha maraqlı mövzular əlavə olunub, mən belə düşünürəm. Sonra gəlir burada qiymətləndirmə. Qiymətləndirmə olduğu kimi qalıb, yəni burada bir dəyişiklik görmürəm. Sonra nəzəriyyələrdə təhsildə müasir pedaqoji yanaşmalar, əməkdaşlığa əsaslanan konstruktiv, refleksiv və adaptiv və s. Bu yenilikdir artıq, yəni yeni bir mövzudur. Şəxsiyyətin formalaşdırılmasında, inkişafında məktəbin müəllimin rolu bu var idi. Gardner nəzəriyyəsi, Piaget, Vygotsky, Dweck, Goldberg, Gagne, Goleman, Jung, Bandura bu nəzəriyyələrin hamısı var idi proqramda. Ondan sonra Brunner, kognitiv öyrənmə nəzəriyyəsi. Bu artıq yenilikdir, yəni bu nəzəriyyə yox idi. Sonra Rogersin şəxsiyyət yönümlü yanaşması. Bu da yeni bir mövzudur, proqramda yox idi. Ondan sonra sosial-emosional öyrənmə. Bu var idi. Sadəcə Gassel model deyə düşünürəm ki, bu mövzuda da müəyyən dəyişikliklər olacaq. Təlim prosesində səmərəli öyrənmə mühiti var idi. Pozitiv intizam və bərpa edici yanaşma. Baxın, bu mövzuda yeni əlavə olunan bir mövzudur. Sinifin idarə edilməsi mexanizmləri, strategiyaları var idi. Müəllim, şagird, müəllim, valideyn münasibətləri var idi. Şagird davranışının idarə olunması var. Qısnamanın qarşısına alınması, yəni bullying, bu da var idi. Belə baxırıq ki, yəni proqramımızdan 4-5 dənə mövzu ixtisar edilib və tam saymadım, amma 7-8 dənə mövzuda yeni mövzular əlavə olundu. Yəni bu yeni mövzular haqqında heç narahat olmayın. İndidən görürəm ki, bəzi müəllimlər artıq təşvişə düşüb, biz bunları hardan oxuyacağıq deyə narahat
çıxdılar. Yəni ki, təzə kitab çıxmağını gözləyin. Yəni narahat olmayın ki, biz çatdıra bilmərik falan deyə. Onsuz da təzə yenilənmiş versiyada kitab bizim qarşımızda olacaq. Həmin o kitab çıxdıqdan sonra bütün o izahları mən YouTube kanalımda yenilənmiş olan mövzuların izahlarını YouTube kanalımda paylaşacağım. Yəni sizlərə də dəstək olacağam. Hər kəsə açıq formada paylaşım edəcəm. Amma indidən bəzi təlimçilər lazımsız informasiyaları internetdən oradan buradan axtararaq onların izahını verir. Lazımsız informasiyanla yüklənmiş olursunuz. Sonra görürsünüz ki, kitabda olanlarla o məlumatlar üst-üstə düşmür də. Yəni imtahanda tamam fərqli formatda düşür. Ona görə ən yaxşısı ilə kitabın çıxmağını gözləməkdir. Hər birinizə uğurlar arzulayıram. Dediyim kimi narahat olmayın. Əlavə olunan mövzular heç də gözünüzdə böyütməyin. Əksinə rahat mövzulardır, maraqlı mövzulardır. Düşünürəm ki, yaxşı olacaq. Amma bir tərəfdən də düşünürəm ki, keçənləri onsuz da kitabda dəyişiklik olmamışdı. Bir-iki dənə dəyişiklik var idi. Bu illəri kitabda elə əlavə olunmayan mövzuların içərisində də müəyyən dəyişikliklər olacaq. Amma dediyim kimi heç narahat olmayın. İnşallah ki, öhdəsindən gələcəyik bu ildə. Hər şey yaxşı olacaq. Sizdən də xahişim odur ki, kanalıma abunə olmağı, paylaşıb bəyənməyi, rəy yazmağı unutmayaq. Sağ olun.